Deməli, ədəbi dilin normaları, fonetik norma. Dedik ki, sözün düzgün yazılışı, tələffüzü, sözün sətirdən sətrə keçirilməsi, böyük hərf, kiçik hərf, durğu işarələri, durğu işarələrlə bağlı mövzular, köməkçi hissələri, ədatlar, modal sözlər və s. Qrammatik normanın pozulması ilə tamamilə fərqli mövzularla əlaqəlidir. Deməli, qrammatik norma nədir? Cümlədə sözlər arasında düzgün əlaqələrin, əlaqə sözünün elə mənası, qrammatika sözünün mənası əlaqə deməkdir. Qurulmasını tələb edir. Yəni cümlənin qurulması, mübtədanın yeri, xəbərin yeri, ümumiyyətlə cümlə üzvlərinin yeri, ardıcıllığı, şəkilçilərin ardıcıllığı, şəkilçilər, nitq hissələri, cümlə üzvlərinin yerində və ardıcıl iştirakı ilə müəyyən olunur. Qrammatik normanın tələbi budur. Qrammatik norma ilə bağlı mövzular isimdir, saydır, uzlaşma əlaqəsidir, şəkilçilərin ardıcıllığıdır. Birinci, qrammatik norma necə pozulur? Cümlədə söz sırasının pozulması. Cümlədə söz sırasının pozulması təkcə mübtəda ilə xəbərin yer dəyişməsi deyil. Gəldi uşaq. Burada qrammatik norma pozulubdur. Niyə pozulubdur? Çünki xəbər qabağa, mübtəda sonra gəlib. Uşaq gəldi olmalıdır. Düzdür, şeirlərdə biz buna rast gəlirik. Şeirlərdə xəbərlə mübtədanın yer dəyişməsi bu şeirə bir ifadəlilik verir. Bu nəzmin tələblərindən biridir. Şeirin şeir olma şərtlərindən biridir. Ona görə də şair qəsdən cümlədə söz sırasını pozur, məqsədli şəkildə pozur. Həmçinin buna yenə də biz qrammatik normanın pozulması deyəcəyik. Ümumiyyətlə bədii üslubda norma pozulmasına yol verilir. O da müəyyən şərtlər əsasında. Sonra təyinlə təyin etdiyi üzv, yarpaq yaşıl, yarpaq yaşıl yox, yaşıl yarpaq. Deməli, baba qoca olmaz, uşaq ağıllı olmaz, ağıllı uşaq. Təyin həmişə təyin etdiyi üzvdən əvvəl gəlir. Bu qrammatik normanın tələbidir. Bu bir qaydadır, qeyd edin. Təyin həmişə təyin etdiyi üzvdən əvvəl gəlir. Təyin etdiyi üzvü mübtəda da olsa, tamamlıq da olsa. Deməli, söz sırasının pozulması, mübtəda xəbər yer dəyişməsi ilə bir də təyin və təyin etdiyi üzvü yer dəyişməsi ilə müəyyən olundu. Başqa tamamlıqla zərfliklər yerini dəyişsin, yəni onların heç bir əhəmiyyəti yoxdur. Onlar söz sırasının pozulması deyil. İkinci dərəcəli üzvlərin hamısı cümlənin hər yerində gələ bilər. Sonra xəbərlə müəyyən miqdar saylarından sonra gələn isim təkdə olmalıdır. Bəli, isim ya cəm şəkilçisi ilə işlənməlidir, kitablar yazmalıyıq, ya sayla işlənməlidir, 2 kitab yazmalıyıq. 2 kitablar olanda qrammatik norma pozulur. Çünki lar qrammatik şəkilçidir axı. Ları qrammatikada öyrənirik axı. Mübtəda xəbəri nəyi qrammatikada öyrəniriksə, onun səhvi qrammatik səhvdir. Buna fikir verin, yazmışam. Müəyyən miqdar saylarından sonra gələn isim təkdə olmalıdır. Deməli, saydan sonra yox, müəyyən miqdar sayından. Bəzi qeyri-müəyyən miqdar sayı var ki, bir sıra işlər, bir sıra adamlar, bir çox insanlar, yəni orada cəmdə ola bilər. 10-cu siniflər, sıra saylarından da sonra gələn isim cəmdə ola bilər. Sonra xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə dəyişməsi, uzlaşması daha doğrusu. Mən və sən gəldim ola bilməz. Fikir verin, burada mən gəldim. Sən olmasaydı ola bilərdi. Mən və sən biz deməkdir. Biz gəldim yazıla bilməz, biz gəldik yazılar. Deməli, şəxs şəkilçisinin mübtəda ilə düzgün uzlaşmaması şəxs şəkilçisi uzlaşma əlaqəsi yaradır. Deməli, baxırıq, birinci nə gəlibsə xəbər onun cəmində olmalıdır. Sən və o gəldin olmaz, sən və o gəldiniz. Sən və o siz deməkdir, mən və sən biz deməkdir. Sən gəldin ola bilər, siz gəldin olmaz. Siz gəldiniz, biz gəldik. Niz. Havalar soyudu. Havalar sözündə lar şəkilçisinin yazılmağı belə səhvdir. Çünki havalar sayılmayan isimdir. Küləklər əsdi, yenə də sayılmayan isimdir. Uşaqlar getdilər. Uşaqlar canlı olduğuna görə həm cəm olmalı, cəm şəkilçi olmalıdır, həm də xəbərdə şəxs şəkilçisi olmalıdır. Ümumiyyətlə, lar isimdə cəmdir, xəbərdə şəxsdir. Xəbərdə cəm şəkilçisi, feildə ümumiyyətlə cəm şəkilçisi olmur. Larlar olar, amma lar burada şəxs şəkilçisidir. Çünki biz uşaqları onlarla əvəz edə bilərik. Kitablar maraqlıdır. Kitablarda pozulmuyubdur. Niyə pozulmuyubdur? Hava da cansızdır, külək də cansızdır, kitab da cansızdır. Amma kitab sayılan isimdir. 2 kitab maraqlıdır deyə bilərik. Eynilə kitablar maraqlıdır deyə bilərik. Amma kitablar maraqlıdırlar deyə bilmərik. Bu zaman qrammatik norma yenə də pozulur. Fikir verək ki, qrammatik norma daha çox cəm şəkilçisi ilə müəyyən olunur. Davam edək.
Üçüncü növ ismi birləşmənin aslı tərəfi cəm şəkilçi qəbul edibsə xəbərdə lar yazılmalı deyil. Bu nə deməkdir? Uşaqların dostu üçüncü növ ismi birləşmənin aslı tərəfi yəli yalda olan söz cəm qəbul edib. Uşaqların dostu gəldilər olmaz. Uşağın dostları gəldilər. Əsas tərəfdə lar olarsa xəbərdə lar olmalıdır. Aslı tərəfdə lar olarsa xəbərdə lar olmamalıdır. Əgər burada ları yazmayıb, burada ları yazıblarsa bu zaman qrammatik norma pozulub. İnkar şəkilçisi, ma şəkilçisi olan cümlədə inkar bağlayıcısı olmalı deyil. Yəni, heç gəlmirəm, heç bilmirəm, buna aid misal yazmamışam. Heç demirəm, nə demirəm, nə bilmirəm, nə gəlmirəm, bu olmaz. Yəni, inkar ədatı ola bilər. Heç demirəm. Heç inkar ədatı, inkar feilinin təsir gücünü artırır. Amma nə demirəm, nə gəlmirəm, nə bilmirəm, fikir ver, bunu qeyd edərsən. İnkar şəkilçisi olan yerdə inkar ədatı ola bilər. İnkar şəkilçisi olan yerdə inkar bağlayıcısı ola bilməz. Nə bilmirəm, nə demirəm, nə görmürəm səhvdir. Heç bilmirəm, heç görmürəm, heç demirəm düzdür. Davam edək. Deməli, qrammatik normanın pozulmağı bu qədər. Mübtəda xəbər yer dəyişməsi, təyin etdiyi üzvü ilə yer dəyişməsi, şəkilçilərin ardıcılığı, şəkilçilərin ardıcıl düzülüşü. Gəlirmişsiniz. Gəlirsinizmiş olmalıydı. Gəlirmişsiniz. Burada zaman şəkilçisi irdir. Miş imiş hissəciyidir. Siniz şəxs şəkilçisidir. Bunu bilməliyik ki, imiş hissəciyi şəxs şəkilçisindən sonra gəlir. Gəlirsinizmiş. İmiş hissəciyi şəxs şəkilçisindən sonra gəlir. Qabaq gəlmir. Ona görə də qrammatik norma pozulur. Biləcəkmilər, biləcəklərmi olmalıydı. Ədat heç vaxt şəkilçi ilə sözün arasında olmur. Sözün sonunda olur. Davam edək leksik normaya. Leksik norma çox asandır. Birbaşa sinonimlərlə bağlıdır. Sözün mənasına bələd olmağı və ondan düzgün istifadə etməyi tələb edir bizdən. Yəni sinonimlər, onların işlənmə yeri, məna çalarları, sözün kontekstə uyğun işlənməsi leksik normanın tələbidir. Bəli. Məsələn, özümdən sonra iz qoyub gedəcəm, yoxsa ləpir qoyub gedəcəm. İzlə ləpir sinonimdir. Amma bunlar bir-birini əvəz eləyəməyəndə nə oldu? Ədəbi dilin leksik norması. Axı biz sinonimi harda öyrənirik? Leksikada. Əgər sinonim yerinə düşməyibsə, sözün mənasından düzgün, məqsəd yönlü, məqsədə uyğun istifadə olunmayıbsa, leksik norma pozuldu. Dovşan qaçanda qarda iz ləpir qoydu da, bəli, doğrudur. Çünki dovşanın ləpiri də, izi də eyni mənada, kontekstdə işlənir. Ümumiyyətlə, bədii əsərlərdə tipin, obrazın, yəni surətin dilində vulqarizm, varvarizm, lorileksika, yəni söyüşlər, əcəmi sözlər, dialekt sözləri, lorileksika, dialekt sözləri istifadə olunması leksik normanı pozur. Biz bunu harda görürük? Biz bunu bədii əsərlərdə görürük. Tipin xarakterini daha canlı, daha təbii təsvir etmək üçün, yaratmaq üçün yazıcı onu öz dilində dindirir. Yəni, obrazlar söyüş də söyə bilər, obrazlar əcəbi söz də işlədə bilər. Bu, yəqin ki, bədii əsərin realizmini sübut eləyir. Amma tipin dilində, müəllif dilində bunlara yol verilə bilməz. Yəni, biz gördük ki, fonetik norma, leksik norma, qrammatik norma məcburiyyət qarşısında bədii üslubda pozulur. Bədii üslubda pozulanda biz ona ədəbi dilin normasının pozulmağı kimi baxırıq. Amma icazə də var buna. Ümumiyyətlə, bizə sual versələr ki, harada üslub səhvi var? Üslub səhvi. Biz bilməliyik ki, ədəbi dilin hər hansı bir normasının pozulması konkret olaraq leksik norma, fonetik norma, qrammatik norma şəklində bizdən soruşulmasa da, o üslub səhvidir. Salam. Və yaxud da bizə desələr ki, hansı sözün yerini dəyişsək, üslub səhvi düzələr? Hansı sözü çıxarsaq, hansı sözü əlavə etsək, üslub səhvi düzələr və bundan sonra biz həmin mətnlər, həmin suallar üzərində işləyəcəyik.